Salamlar, hər vaxtınız xeyir olsun. Yeni vlogdan hər birinizi salamlayıram. Bayaqdan evdeydim, ev işlərini gördüm, elədim, yemək zat yedik, elədik. Saat 6-ya qalıb, dedim yox çıxacam çölə. Əsmər də gəlir, dedik girib bir biləcər mola falan baxaq. Mən evə bir iki şey lazımdır. Neçə gündür məzuniyyətlər deyənə bilirsiniz, yoldaşım məzuniyyətlərə davam eləyir. Ona görə hələ evdəyik də, yəni düzdür harasa gedib gəlirik, amma sırf özüm heç bir yerə çıxmıram da. Ürəyim sıxıldı, Allah haqqı sizi bilmirəm. Yəni mən ev adamıyam əslində, yığışdırım, evdə çox vaxt keçirdim, sevirəm. Amma harasa ki gedib gəlirəm ha. Məsəl üçün bir alış-veriş eləyim, ya bir mağazaya gedim, bir adi anormal şeydə belə yanımızda gedib gələndən sonra sanki enerjim qalxır. Hə, mən evdə çox passiv oluram qızlar, inanın. Saçlarımı demişəm, nəm halda yığmışam, yəni bütün vız çıxıb ağzı. Hə, belə dedim qoçqa, gələk burada biraz dükanlara baxaq. Evə bir şey əksiydi, hansı ki bu tayda tapa bilirəm onları. Dedim elə Əsmərlə gələk bu tayda o işləri həll eləyək, qaşaq. Nə qədər ki fürsət var. Gedək sonra. Bu şey sırğa aksesuara görün necə gözəl sırğalar var. Onlara baxın. Baxın. Çox qəşəng. Bunlara baxın. Orada qəşəngdir. Çox qəşəng sırğalar var burada bugün. Ay. Əsi buna bax. Nə qəşəngdir. Ne güzel, kırmızı inat giymeye. Buna bayıldım da rengine. Aslında o rozlusu da hoşuma geldi. Bu da bu rengi daha güzeldi. Çok güzel. O taraftaydı, o aşağıda da. Bunu çok beğendim. Bunu koyun buraya kızlar. Şöyle başka neler var. Bundan mən almışam, elə bu rəngini almışam. Qəşəngdir. Əvvəl burada ümumiyyətlə qiymətlər çox münasib idi. Axır vaxtlar çox qaldırdılar sırğanın qiymətini. Yoxsa mən burada nələr alırdım qızlar? Elə gözəl şeylər alırdım da. Yəni qiymətlərini çox qaldırdılar. Ondan sonra saxladım alış-verişi. Bir də hər dəfə də gəlib baxıram ki, heç ucuzlaşmır. Əksinə elə bir gündən-günə qaldırırlar. Gəlmişik Biləcərim oldan bir şeylər baxırıq. Bu şalvarlar necə qəşəng görsənir qızlar, zərli. Süper görsənir. Çox xoşuma gəldi. Qəşəng. Bax. Özü qara rəngdə heç hərf yoxdur, sadədir. Qəşəng deyil, ürək yaxa, qolu yaxşı deyil. Özü qəşəngdir, qolu yaxşı deyil. Yəni qızlar baxırıq paltarlara. Göstərir bu da. Geçen kırmızı gördün. Gidiyorlar. Bir girdik ki moda brende ki mıcılar için gelip kızlar şey ay bu il benim oğlum birinci sınıfa gidecek kızlar. Rahatsızım. Pıçım. Gelip məktəb formaları. İşte bunların materialı da qəşənginlərdir. Qollu da gəlib, qolsuz da. Bir dənə qollu alaram. Hə? Bu sən çəkim gəlib tutub aparsınlar səni. 2 dənə qollu alaram, bir dənə qolsuz alacam mən. Hə, qolsuz bir dənə bəsdir. İndi bu dəqiqə hələ yox, qoy şey görək nə oldu. Deyir görək nəsə olacaq, görək nə olur. Oturub gözlürük görək nə olacaq. Sonra jilet zat giyinəcək. Əkin bələm, şərifşi. Ay qız. Adam təsəvvür edib, inanamıyorum, birinci sınıfa gedir, eşə boyda oldu, getdi. Küçük. Məsələn, jilet geyindirmək istəsən, mütləq ki, burhan jilet olmalıdır. Evdəki jiletdən geyindir olmalı. Elə? Jileti saxlanmaq. Bu şafaran gününə dost belə. Geyinmirlər. Qəşəbə bunlar yaxşıdır, əsl, Rasimə elə. Beli rezinli. Mən də əmşəylə alıram.
Birazdan gerek alaq. Gəl yuxarı baxaq. Ay Allah. Qızlar, inanırsınız, mən heç nə, yəni tapmadım da. Gəlmişəm anar marketə, çörək, bir-iki şey götürüm, dedim buradan. İnansız, elə neçə vaxtı Sumqayıtdan gedib bazarlıq eləyə bilmirəm deyənə. Biraz düzün desəm, çətinlik çəkirəm. Həqiqətən, biraz yox, xeyli çətinlik çəkirəm. Gedib Sumqayıtdan bazarlıq eləyəndə mənə rahat olurdu. Bütün alışverişimi eləyirdim, rahat əlimi qoyurdum başımın altına, hər şeyim olurdu. Uzun müddətdə gedə bilmirəm deyənə. Biraz ərzaqlarım bitə-bitdi. Bir sözlə duruyaq götürdüm, bir-iki şey buradan alım. Qalanı da Allah kərim, inşallah Allah yetirər, alarıq da işi. Necə istidir qızlar. Xristiyanski yağda götürəcəm, belə yağım da bitib. Mən bunu ən çox aşağı belə yeməklərə istifadə edirəm. Qızartmalarda duru yağdan istifadə edirəm. Ayda bir dənəsə götürəcəm. Yağ, çay. Çayım da bitib. Geyim çay da götürüm. Çayım da vapşı bitib. Ay, bunlar nə gözəldir belə. Neçədir? 40. Amma böyük görsənir ha, 40 olsa da. Özü belə iri qabıdır. Hə, çay da ki, mənim azar çayım yoxdur ki, qara çay, balodasıdır. Ev yox, buket götürüm, yenə görəsən. Çayım azdır, düzün desəm qızlar. Görüm neyiniyim. Bir belə buket götürüm, belə. Bir də belə götürüm, qarışdıraram. Neyiniyəm? Belə, bu ikisini qarışdıraram. Görək sonra nə gəlib, təzə şeylər gəldi deyəsən bura. Mallar. Qızlar, görək bu ipək orijinaldır. Hə, bu ipək orijinaldır. Hansın ki, arxasında 570 milli yazıbsa, o orijinal deyil. Bu orijinaldır. Əslində Domestosum filan da bitib. Görüm Domestos da ala bilirəm. Götürəcəm. Bir çox şeyim qutarıb qızlar. Ondan götürürüm bu Domestosdan. Ağından. Yaxşı deyil, bunu götürüm. Bu hissələrdə baxım, çoxdan gəlib qap hissəsinə baxmıram. Bunlar nədir belə? Bunlara baxım. Bunlar aşı süzən deyə mən istədiyim kimi var. Böyüyü də var. İçərdə var. İçərdə nə qiyməti görəsən? 3 manat 70 qəpiyə görün nə gözəldir. Baxın qızlar, 3 manat 70 qəpiyə belə bir şey var anarda. Bunu bəyəndim. Çox qəşəngdir. Bunu götürəcəm. Mən elə belə bir şey axtarırdım. Buna baxın. Məndən çox adam soruşur. Bu elektrikli qəhvə bişirəndir. 9 manat 50 qəpiyə. Qəşəng olur ha. Məndə var bundan. Güzel, sonra bu nədir? Doğrayıcılar, baxın belə. Maraqlı şeylər gəlib ha. Qəşəng doğrayıcılar falan var. Çaşqalar. Patnoslar. Maraqlı şeylər var. Paketler falan. Maraqlı. Sonra ne var? Belə. İşte bunlar hələlik tamam. Gedim kassaya. Gəldim qızlar. Manikura yenə. Baxın, dırnaqlarımı səfər oval etdirdim. Keçən səfər kvadrat idi. Arzumun yanına gəlmişəm. Qızlar, inansız. O qədər üst-üzə sağlıq, yorğunçuluqdur bugün. Dəhşət. Elə bir getdik Sumqayıta. Bir işimiz vardı, onlara həll elədik. Gəldim birbaşa bura. Qızlar, elə əsas da çaydır. Sağ olsun Arzu mənə çay gətirdi. Dedim qoy çay içeyim. Bu xalanın çayı da nədirsə bilmirsən. Nə çay istifadə edirsə çox dadlıdır da buranın çayı. Qəşəng çay içeyim, yorğunluğum tutsun. Qızlar, bu rəngin siz gözəlliyinə baxın. Bilmirəm videoda tam görsənir necə olduğu ya yox. O qədər qəşəng rəngdir ki, ay Allah. Lilak
bənövşəyi rəngdir, belə üstü də belə tozla, inci tozu ilə. Çox qəşəng oldu məncə. Bu dəfə də belə. Siz də öz fikirlərinizi yazarsınız. Məncə bu rəng gözəl oldu. Heç nə çıxdım. Axşam bizə Əsgil gələcək, Əsmərgil. Nəsə yemək hazırlığı eləməmişəm. Elə oturacağıq deyə dedim qoy gedim qəşəng. Salat eləyəcəm axşama, sufarik salatı. Dedim bir-iki şey çatmıyor, avadanlığım çatmır. Gedim onu da götürüm, gəlim Allah qoysa. Qızlar, burada nə var? Qaynadılmış, yəni hazır bandelin olur, lobyaları. Qırmızı lobya, qarğıdalı, toyuğun filesi, mayonez, duz, istiot və suxariklər. Qızlar, mən fanatın suxarikini istifadə edirəm. Yəni, düz əməkdaşlıq edirəm. Yəni, reklam kimi çəkirəm də, Instagramda bilirsiniz ki, reklamı paylaşıram. Amma vallahi, yəni, xanımların hamısı da demək olar ki, salatlarını elə fanatın alıb tökürlər də. Mənim bu shortslarda, hansı ki, paylaşmışım, yoldaşımı qarşılayanda, suxariklə qarşılayıram, belə pivə falan. Yazıblar ki, pivə reklam olsaydı, pivəni də reklam edirəm. Əzlərim, nə mənası var ki, mənim çatmır ki, bəzən bu Instagramda da çox rastlaşıram bu şeylə. Yəni, necə? Yəni, bu xanımlar, reklam edən xanımlara qarşı niyə belə aqressiyalıdırlar? Yəni, sanki nəyisə reklam götürürlər. Yəni, bir iş bacarmağa çalışırıq da, sanki bir aqressiyalar olur o insanlara qarşı. Mənə çatmır ki, niyə? Məsələn, fanatın suxariki var, qızlar. Məsələn, bir çoxlarımız, məncə, yəni, yazarsınız, rəylərdə baxacağım. Məncə, bir çoxlarımız elə bundan istifadə edirik də onsuz da. Və yaxud da ipək şampunu. İpək şampunu reklam eləmişəm. Elə acı sözlər yazırlar, qızlar. Yəni, mənə qəribə gəlir. Sanki, yəni, olsa bunu edirsiniz də, yəni, istifadə edirsiniz. İpək dünənin, bugünün şampunu deyil ki, kiminsə satsan düşməyə bilər. Çünki bəzən xanımlarımızın böyük problemi istifadə elədikləri şampun, duş geli filan dəri tiplərinə görə seçməməkləri olur. Bir də, yəni 3 manat neçə qəpiyə olan şampundan siz nə böyük bir şey gözləyirsiniz ki? Şəxsən mənim saçımı kondisioneri yumuşaq eləyir, arqanlı şampunu da saçıma çox qəşəng düşür də. Yəni, nə bilim olur, nə? Aqressiyanın səbəbini tapa bilmirəm xanımlarda. Belə süfrəmdə sadə hazırladım. Kebab var, indi qoyacağım qızmağa. Bu cür belə süfrə hazırladım, tez bazar. Burada kebabın boşqablarını da aparım. Orada çıxartmışam. Belə. Ən sevdiyim qonaq, gəlib qabları yuyub gedən qonaqdır. Əsi bütün qabları yudu, sağ olsun. Gələndə də bizə qəşəng tortik alıb gətiriblər, tort. Burada da mən bayaqlarım sufledən, qızlar Sumqayıtdan belə qurabiyələr aldım. Acı badəm qurabiyəsi çox dadlı olur. Əsasən də sufleninki həqiqətən əla bir şeydir də. Belə, nəsə gedək sufleyə qoyaq, çayımızı da aparaq. Yoxdur. Deyə var səndə rəs. Baxın deyə burada. Qoyurum. 86 86. 86. Deyə burada. Aferin, aferin. 51 51. 51 məndə də var. 52 bravo. İki dənə var bizdə. 51. 51 2 dənə var. 2 dənə qoydu. Qoydu. 6 Söhbəti tutdu ya, sıralarına bax. Yoxdur. Baxıram. 18 Deyə burada. Burada baxın. 8 qalıb. Mama. Aferin. 2 2 məndə yoxdur. Yoxdur, yox. Takdir demem sanata. Yox, məndə də 38 38 30 Yox, yox. Aç, 3 dənə bax, bax. 89 89 80 var bende. Şişdi məndə ya. yoxdur. Yoxdur. 83 83 Var. məndə Biraz zayt yoxdur. torpaqda çıxar. Məndə yoxdur. 60 60 60. Məndə yoxdur. Yox, mən unutmadım. 8 de yoktur. 84 Hayda 84. Biraz zayt torpaq. Adama yoxdur. 44. Zayt yox, 23 30 Oo, Eşə, mən 3-4 yerdə gözləyirəm ha. Udmasam nə qədər olacaq? 8'in başını bırak, o da 8 gözləyir. kim gözləyir? 8'in başını bırak. 8. 7 7 məndə yoxdur. Ürəyim Bas 7 gözləmir. Rasım gözləmir ha. Yox, 24 1. Mən biri gözləyirəm. 71 Bir çıxıb baxı deyəsən ha. Düşməyəm. Məndə yoxdur. Səndəki nədir? Bir deyil. Fatihdə də var, yox. Sinə səhər-səhər Instagramda danışmışam qızlar. Biraz kefsizəm bu günlərdə. Dünən 9 avqust idi. 9 avqust hansı ki Zəhranın
binadan yıxıldığı gündür bizim üçün. Ən çətin günlərimizdən biridir. İnanın dünəndən elə gəlmələrim, ümumiyyətlə avqust ayı girəndən gəlmələrim gəlib. Həm şəxsi həyatımızda yoldaşımın işi ilə bağlı, elə həm Zəhranı fikirləşirəm. O qədər mənim üçün çətindir ki, dünənki gün saatlara baxa-baxa qalmışam ki, baxmışam saata gəlsə 1, 12, 1 arası Zəhra ilə danışmışdım son dəfə. Axırıncı səfər səsini Zəhranı elə eşitmişəm. Axşam saat 8-in yarısı 9-a işləmiş mənə zəng eləmişdi. Əsmər 8-9-a işləmişdi. Əsmər mənə zəng eləmişdi. Pis xəbəri vermişdi. Qaçıb getmişdim. Dünənki gün keçən il qonaqlarım vardı. Böyük hazırlıq görmüşdüm filan. Nəysə, o böyük bir il gəldi, keçdi. Necə tez keçdi o bir il, necə tez keçdi, necə bir ili oldu. Çox qəribə. Bir də yaşananlara baxıram ki, nələr yaşadıq, nə ağırlıqlardan keçdik, nə çətinliklərdən keçdik. İndi inşallah ayın bilirsiniz də mən son dəfə 3-dən gəlmişəm Zəhranın. Ümumiyyətlə qəbrin üstünə ziyarətə getməmişəm. Mənim özüm üçün də çox çətin idi qızlar. Həqiqətən, yəni nə mənada düzdür, gündəlik hamı öz həyatını yaşayır, davam edir. Yəni, bəzi şeylər var ki, onlarla üzləşmək həqiqətən bir insan olaraq mənim üçün çox çətin idi. Və bu ayın 13-ü indi inşallah ilidir, Zəhranın dəfn olunduğu gündür və biz ora gedəcəyik. Mən biraz həyəcanlıyam, belə qarışıq, bilmirəm. Çox izləyicilərim yazıb Instagramdan ki, Mehriban xanım, ürəyinizə rahatlıq gələcək, gedib qəbrini ziyarət edəndən sonra siz də rahatlaşacaqsınız filan. Bəlkə də elə olacaq inşallah. Tək elə olsun həqiqətən. Biraz da qorxuram, nə bilim. Bilmirəm qızlar. Çünki mənim üçün Zəhranın ölümü elə də rahat keçirə biləcəyim bir şey olmadı da. Görün, bir ildən çox vaxt keçib də, bir il oldu da. Yəni, nələr yaşadığımızı Allah bilir. Qəlbimizi görən Allahdır. Qurban olduğum bilir ki, biz nələr yaşayırıq da. Düzdür, mənim heç bir dəfə də olsun nə yuxuma girməyib, nə bir şey, çox qəribə də. Elə adamlar yuxulu danışır ki, Əsmərə, mənə qəribə deyirəm, Allah, görürsən, mən niyə görmürəm də yuxuda bəs heç Zəhranı. Bir ildir, mən heç bir dəfə də olsun yuxumda görməmişəm. Düzdür, mən gec-gec yuxu görən insanam, amma görəndə də yəni, hələ yuxuma girməyib. Nə bilim, Allah məkanını cənnət eləsin, nə haqqım varsa üzərində halal xoş olsun. Belə, gedək görək inşallah, onu da 13-ü Allah qoysa səhər tezdən qaynamgildən gedəcəyik. Qaynam bilirsiniz, Əsmərin bibisidir. Zəhra da Əsmərin qızıdır. Əsmər də yoldaşımın dayısı qızıdır, yəni belə deyim. Heç nə qızlar. Belə, mən də bugün bilmirəm neyniyim. Bilirəm Əsmər oradadır. Gedib hazırlıq görürlər, təmizlik işləri falan görürlər, qaynanası gildədilər. Və inanın, belə, məndə bir xasiyyət var. Deməli, mənim qonşum Gültəkin, onlar da görürsünüz də mənim vloqlarımda. Mustafa ilə Kamalın maması. Gültəkin əməliyyat olmuşdu. Və mən onu yuxuda görmüşdüm, çox qəribə. Və yuxuda görmüşdüm ki, mən ona corab axtarıram. O qədər corab axtarıram. Ay Allah, hər yeri ələy-bələ eləyirəm ki, Gültəkinə corab axtarım. Corablar göstərirlər, deyirəm, yox, bu corab yox, o corab yox filan. Nəsə, mən bunu chat GTB-də soruşdum. Dedim, mənim qonşum əməliyyat olunub və mən ona corab axtarım. Deyir, corab yəni qayğısına qalmağa çalışırsan və o səndən uzaqdadır deyənə, beynində o qədər ona kömək eləməyə çalışırsan ki, yəni onu belə yuxuya girib də bu cür. Həqiqətən də hal-hazırda Əsmər ordadır və mən onun yanına gedə bilmirəm, onun əlindən tuta bilmirəm, yəni kömək eləyə bilmirəm də, yanında dura bilmirəm deyənə. O qədər ürəyim sıxılır. Yəni mənim özümdən asılı deyil. Sevdiyim insanlara yardım eləmək istəyirəm. O qədər sahiblənirəm onları ki, belə bir cürdə. Hansı ki, həmin o sevdiyim insanlar da nəsə qəlbimə dəysə filan, yıxığım da böyük olur. Yəni çox yıxılıram, çox pis oluram, aşırı da, yəni böyük reaksiyalar verirəm. Yəni bu yanında var, deyim onda. Tək ki, hər şey yaxşı olsun, hamının canı sağ olsun. Valla, ölümdən böyük problem yoxdur. Qalan xırda incikliklər, problemlər, hamısı gəlib gedən şeylərdir. Əsas insanların həyatında mən ölümdən böyük problem görmürəm. Düşünürəm, o olmasın, qalan hər şey düzələr. Belə qızlar, heç nə. Qalxım, gedim işlərimə davam eləyim. Dedim, bu hissəni də sizin üçün çəkim. Yəni, mən vloglarımda çalışıram ki, məsələn, çəkmədiyim anlarda da nə baş veribsə, əgər diqqət edirsə, istəyirəm ki, sizə bildirim. Sanki məlumatsız qalırmışsınız kimi. İndi inşallah bugün axşam saat 4-ün yarısına dırnaqlarımı yazdırmışam, ayaq dırnaqlarımı. Əslində, ayaq dırnaqlarımı qızlar hazırlatmaq istəmirəm. Dabanım o qədər çatlayıb. Mənim dabanım ümumiyyətlə çatlamağa meyilli dabandı da. Plus da dəniz, xlor, su filan deyərkən dabanım bərbad haldadır. Əsas mənə sulu pedikur lazımdır deyənə. Elə yazdırdım dırnağımı, gedim. Sağ olsun bilirsiniz də beləcərdə ev studiyada arzuya düzəltdirəm dırnaqlarımı. Pedikurundan da o qədər razıyam. Mənim bu kobud barmağım
dırnaqlarımı, o mənim dırnağım batıraq ətə, o dırnaqlarımı bir adam eləyir, bir düzəldir ki, Allah ona razı olsun. Yaxşı ki, onu tapmışam həqiqətən. Bir insan olaraq da keyfiyyətləri çox gözəldir, insani keyfiyyəti çox sevirəm, çox xətrini, çox hörmət edirəm. Plus da ki, bir belə də, yəni sağ olsun işimə, yəni mənim həll eləyir də dırnaqlarımı, sağ olsun. Belə qızlar, heç nə dururam, başlayıram işə. Bir də bir şey vurğulamaq istəyirəm, bura qoymuşdum, elə deyim. Qızlar, mən bunu bəyənmədim. Yoldaşıma verdim, yoldaşım istifadə edir, o bəyənir, amma mən bəyənmədim. Yəni, o qədər də belə gözəl məhsul deyil. Bir Sevam edin, qoltuq altıdır, demişdim sizə. Yəni, mən bəyənmədim. Çünki mən tərliyirəm, biraz da qoxu olur deyənə. Yəni, qoxunu götürmür, qızlar, nə yalan deyim, qoxu hiss olunur. Yəni, Emotion'un alüminiumsuz olan məhsullarını istifadə edirəm. Yəni, qoxu, təri önləməsə də, qoxunu ən azından yoxa çıxardır. Bu, nə təri önləmədi məndə, nə də qoxunu aradan qaldırmadı. Ona görə mən bəyənmədim. Amma yoldaşım məmnundur, istifadə edir, deyir, çox qəşəngdir, çox yaxşıdır. O istifadə edir. Belə qızlar, durub başlayayım, keçim uşaqların otağına. Birinci qablarımı yuyum, ışıqlar da nəsə bugün Biləcərdə sönür, yanır, sönür, yanır. Axşamdan sönmüşdü, səhər yanıb. Gedim, ışıqlar yanmışkən işlərimi görüm. Belə, özünüzdən müğayət olun, Allaha əmanət olun inşallah. Öpürəm hər birinizi. Gəlmişəm qızlar, pediküra, işlərimi gördüm. Gəldim pediküra. İndi görək dırnaqlarımızı nə rəng seçirik. Arzu deyir dırnaqlarıma uyğun seç. Bilməm, qərarsız qalmışam. Görək, neyinirik. Qızlar, salam. Hər vaxtınız xeyir olsun. Bugün oyandım, nə oyandım. Sizə sağlıq gördüm, qulağım elə ağrıyır. Dəhşətlə Sumqayıta hazırlaşdım. Rəsmən ikimiz gedirik Sumqayıta. Orada lor həkim var. Bir dəfə Yazda gəlir, Abbasda aparmışdım o vaxtı. Elə ona görə dedim, gəl gör nə istəyirsən, gəl bax, gəl. Gəlmişəm burada Biləcəri dairəsində, şeydəyəm, tam stordayam. Dedim buna bulka falan alım, acda bir şeylər götürək gedək. Deyirəsin, bəlkə bunu alarsan, bax. Bax, bu nətərdir? Al. Nə deyəcəydim qızlar? Qulağım dəhşət ağrıyır da, öyrəm ağrısından süzəsi alır. Görəm yox, keçəsi bir şey deyil. Nə? Gedirik, gedək alaq. Realda lor həkim var, gedirəm onun yanına. Aparım qulağımı göstərim, öyrəm da. Ölüyorum kızlar. Dəhşət ağrıyır. Uzun neçə gündür damcı kapiya almışdım, xeyir eləmədi. Dedim, bu başqasının, ayda bütün sular boşalır, su götürmək istəyirəm. Görün nə tapıram, bir şey götürüb içərəm. Keç. Qızlar, gəlmişik karvanın aşağı hissəsinə. Adamın hovuzdan şişirdəsən də qoyasan uşaqlar olmasın. Ki, yesinlər, içimsinlər, yesinlər. Aşağısı böyük ya bu arada karvanın. Sərgiyə saldılar da, əvvəl belə deyildi. Bazar kimi idi. Bunlar çox qəşəngdir, bunlar qızlar. O qədər gözəldir, su çəkir, çox yaxşı. Dönər? Paltar, hər bir cür xırdavat olur burada. Bunlar yumrulardır. Ayda gözdən. Demek bizim həyatdan ne bir şey. Bilirəm. Klaç. Toylara gedəndə klaç heç vaxt almır. İstifadə edirəm, sudan edirəm. Aslında eləyirik, gedəndə dəliyə dönürük ki. Ora, buradan fincanlara baxıram. Düz kuşu. Hər vaxtınız xeyir olsun qızlar. Uzun müddətdir ki, vlog paylaşmıram. Nə bilim, o enerjini özümdə hiss eləmirdim. Artıq bir çox izləyicilərim keçib Instagrama yazırdılar ki, Rəsmət xanım, niyə vlog paylaşmırsınız?
Dedim qoy bugün artıq yeni vloqa start verim ki bugün Sədərəyə gedirəm. Məncə Sədərəyə vloqu maraqlı olar. Gəlmişəm marketə. Marketdən saqqız falan belə şeylər götürüb dedim çıxaram. Elə baxdım anar marketə gəlmişəm qızlar. Əsmərlə gedəcəyik. Dedim birinci bura gəlim dəyim. Xalım hələ yuxudan durmayım. Onu da orada bir abr edeyim. Instagramda bir abr eləmişəm. Keçdim burada da bir abr edeyim. Baxım görüm neyinirəm. Nə tapıram. Bir iki şey alacağım əslində. Gəldim bir iki şirniyyat aldım. Qalxıram Əsmərgilə. Qalxdım bir stəkan çay içək. Oradan çıxartda neyini? Ləxsiz durmayıb yuxudan. Ay. Gedək. Gəldik çıxdıq. Qaynatam sağ olsun. Qaynatam gətirdi bizi. Gəlmişik şeyə. Hə. Bu da malalamağa çalışır ki, yaxşı gec gəldi, ata gətirdi bizi. Neyse, Sədərək şirniyyatdayıq. Neyse, sıra nəyə gedirik, hara gedirik bilmirik. İki dənə Sədərəyi tanımayan adam gəzib tapacaqdan, onu tapacaq. Hara gedirik? Buradan gedik, bu yana keçək. Görməkçiyə bax. Aç qarnına. Allah. Gəl. Əskərin başlayalım. Əskər. Başlayalım yenə. Qəşəng. Maykamızı, iç geyim falan aldıq. Mən amma almadım Rasimə iç geyimi alacağım. Marka aldım, yox marka aldım. Yoldaşım üçün gedəcək deyə ona paltar aldım. Bir iki iç geyim falan. Belə. Əsas deyil kardeşimi aldım. Alçaq. Gedək görək, sonra başqa nə var? Belə. Elmarı. Kızlar çeşitli paltar istəsinlər. Bakıyoruz. Buradan yani buralarda mən hələ heç nə tapmamışam indiyə kimi. Aysə. Bir dənə şort istəyirəm. Elmarayı. Dəstər, koftalar, doludur. Hər yer paltardır. Bura neçənci sıradır? 7-ci sıra. Paltar tərəfdən. Deyirəm, buranı elə gözəl tanıyan insanlar var. Əsəbə, süper də. Yəni, girirlər oradan, buradan çıxırlar. Bizdə gülü, elə qəşəng tanıyırlar ki, mən tanımıyorum bizi. Hətta qızlar, bu hissədəyi baxırıq, görək nə var, nə yox. Gəlsən Əsmoş. Əsmoş gəlsən. Təmizləyib. Görək içədə abəcə məsəl üçün. Soruşasın. Bunun içeri. Tadı yiyip işte. Elə iyiləri qalıb ki, yaxşı deyil. Gəl. Peşnəmizdən gəlmişik, oturmuşuq, yemək yedik. Nəsə deyəcəyim. Dərslərini kullanıram. Yəni, çox şeylər almışıq. İnşallah evə gedər. Çəkib deyərəm, göstərərəm, nələr almışıq. Biraz məktəb alışverişi. Özü əsaslar da bizə getirir. Geçək sənkiləri çəkib göstərərəm. Onu da almışıq. Al valla elə bir şeydir ki, çöldən gələndə adam baxır. Sən də içərdən öyle baxırsan. Oradan sürüsünüz hə? Baxın. Onlar nə onları günahlandır. Yəni biz qıza oturmuşuq. Deyək ki, mənə qəlbə gəlir. Burada qazan yeməkləri tapılırlar. Sədərəkdə bura adı neydi? O nə kafe idi? Mangal kafe. Mangal kafe nəsə belə, mangal restoran. Oturduq burada qızlar yediniz məlum, toyuq kebabı yedik də sadə. Ancaq normal belə yerdə yeyə rahat yemək odur mənə görə. Təbii ki. Amma qoxusu qızlar belə qəşəng qazan yeməkləri satırlar. Məni öldürür bilmərəm də. Yenə deyirəm, yəni yeyənlərə də pis baxmıram. Seçim məsələsidir. Əslində yeyə bilən insanlar yaxşıdır, əsl. Niyə görə? İnsan onda biraz necə deyim, sərbəst oldu. Məsələn, mən belə şeylərə baxanda belə o qədər ilanla bütün buraları satırım. Bu arada sən o Ayşən yoxdur.
aşağı tanıyırsan. Mənə deyir ki, Mehriban, yanaqdan hiss eləmirsən, qəşəng görsən. Deyirəm, hə, bronzer çəkmişəm. İlk dəfə bronzer çəkmirəm axı. Hə, deyir ki, o qədər qəşəng belə görsənsən də, deyir, həmişə bronzer çək. Mən bronzer çəkmirdim, həmişə boş kanal çəkirdim. Mən sonra düymüş olaraq deyir, o dəqiqə fərqi istifadə edirəm. Yox, o zaman tutduq. Üç dəfə yapışlar. Mən gözüm qamanı sən görəmirəm. Şey görməm sənə. Hə, indi deyir çox şey verir görəmirəm. Ha, yanaqlarıma vurmuşam, buralarıma. Biraz bronzer. Məsələn, eləyirəm, çox belə qızardılar eləyirlər, bəyənmir. Məndə qəhvəyi tondur da, yəni qırmızı ton deyil. Pəmbə vura bilmərəm üstünə. Mən də 90-cı ildə şey alalım. belə vururlar əsl. Buradan, belə, buranın qızardılar, o bir şey. Necə vururlar elə? Özü baxsın cavan qızlar. Necə gəzir? Necə sərbəst sizdə gəzə bilirlər? Mən bizdə gülü həmişə buralarına highlighter vururdu, çox vururdu da. Şahin bəlli olurdu. Az buran parıldak gül buralarına çox vururdu, ha. İndi vurmur elə. Elə çox şeydən, məclisdən, az günlərdən. Ha, görmürsən. Gəlin, gəl sürətli ilmək yaparmışsan mı? Gəlirsən mənə. O ki, mən erkəliyim və ilə. Düzdür də, gələr tikəcək. Belə, işte qızlar. Yeri, qarnımızı doydurduq. Biz nə qədər yükümüz var indi. Hər yer ola bilir O fərqli. nə seçərsən? Nədir? O söz. Baxmışam, çəkə bilərəm. İşte qızlar, belənin içinə sədrək macəramızın sonuna gəldik də. Elə gələcək mənə. Gedək. Qızlar, gəlib çıxmışıq evə. Sizə nəyə göstərmək istəyirəm? Demək, Faberlikin qızlar Porto Rose belə ətri var. Bu ətri mən sədrəkdən 20 manat aldım. Qızlar, o qədər gözəl ətri var ki, inanın çox yerdə 30 manat filandır, 35, kataloqun özündə 35-ə 30-da filandır. Mən 20 manat aldım, özdə 50 millisin. O qədər gözəl qoxusu var ki, mənim kimi limonsu, çiçəksi ətirləri sevirsinizsə, bunu çox bəyənəcəksiniz, çox qəşəngdir. Bunu ilk dəfə yoldaşım mənə almışdı, iş yoldaşları Faberlikdən məhsullar satırdılar. Onu da alıb gətirmişdi mənim üçün. Mən alıb o vaxtdan istifadə edirəm. Deyim sizə bir 7-8 il bundan qabaqda. Çox sevərək bunu istifadə edirəm. Həqiqətən qoxusu gözəldir. Orada da görən kimi aldım, çünki məndə bitmişdi çoxdandır. Dayıcı elə bilirdim, indən belə ala bilmərəm, amma aldım. Qram az işlədəcəm bunu. Siz qızlar, bunu da həmişə paylaşıram ki, Olivia'dır. Olivia'nın bu İran sabunu kimi alıram. Mən elə İran məhsulu da sevməmsə, sabunu kimi alıram bunu. Yoğurt belə qoxulu, çox qəşəng sabundur. Bunu maye sabunu da alıram beləsində. Mən bunu 4 manat 50 qəpiyə aldım. 6 dənəsin sədərəkdən. Buradan bir dənəsin 1 manat alıram da. 1 manat alıram bir dənəsin. Sovat 90 qəpiyə falan. Amma oradan 4 manat 50 qəpiyə 6 dənəsini aldım. Növbəti gündən hər birinizə salamlayıram. Bugün sizə sədrəkdən nə aldığımı da göstərəcəm. Dünən də yorğun oldum. Elə story falan çəkdim. Başım qarışdı. Postun əvvəlini çəkmədim. Sonrasında dursun. Belə. Bunlar xoşuma gəlir. Anar marketdə. Baxın. İlk şey. 2 manat 20 qəpiyə. Bunun başqa cürəsi məndə də var. 3 manatdır bu da. Baxıram görün nə var, nə yox başqa. Şəkillərə falan. Təmizlik vasitələrə bax. Bunlar təzə məhsullar deyil. Bu, baxın, qoxulu. Beləsi də var, tabletlər. Maraqlıdır. Bunlar da çox tərifləyirlər ki, yaxşıdır. Həqiqətən iyi, qəşəng olur. Mən bundan istifadə edirəm, şampunlara. Sonra görək nə var. Bu da maraqlıdır. Nədir belə? Bunu da ilk dəfə görürəm. Bir dəfə gördüyümdən qalmadım, hamısını dağıtdım. İnanın, day Instagramda izləyicilərim məni yıxıb sürüblər. YouTube'dan gələnlər ki, ay Mehriban paylaş, niyə vlog paylaşmırsan? Qızlar, bu vlog nətər olacaq, necə olacaq bilmirəm, amma sonunu belə yekunlaşdırmaq istəyirəm. Mən 2 dənə Forte Kids'dən, qızlar, 2 dənə 15 manata belə köynək almışam, qısa qol. 2 dənə də bugün uzun qol aldım. Vlog paylaşmışdım, short kimi də paylaşmışdım YouTube'da. Dedilər ki, bəs uzun qolu sonra tapa bilmirəm.
bilməyəcəksiniz. İndidən alın, qoyun. Ona görə qızlar 2 dənə də uzun qol aldım. Bu belə. Bunu qoyuram kənara və şalvarların fərqini göstərmək istəyirəm. Bunu bugün qızlar Sumqayıtdan mini damla var. Sumqayıtda Karvan Ticarət Mərkəzinin içərisində. Oradan 15 manat aldım. Belə. 10 manata da koftalar var idi, amma bundan değildi qızlar. Bunun kimi değildi. Nə yalan deyim? Pambıq idi o tam. Belə. Bir dənə də bunu da qızlar Əcəmidən, Aysu Kids'dən 35 manat almışam qızlar. Bu qaymaq kimi, materialı daha gözəldir. Fərqi buradan bilmirəm belə görünür ya yox. Amma yəni aldım. Aldıqlarım bu qədər. Qalan da qızlar Sədərəkdən mayka almışam bir paçka. Həm yoldaşıma, həm uşaqlara. Sonra iç geyimi falan belə şeylər götürmüşdüm. Paçka ilə corab götürmüşəm. Belə. Demək olar ki, yəni biz artıq dərs ilinə hazırıq. Ayaqqabı da almışam Rasimə təzə. Bugün də fotosessiyasını həll elədik, apardıq. Fotosessiyasında şəkillərini də çəkdirdik. Heç nə. Bunları indi yaxalayacağım qızlar atıb maşında. Sərəcəm. Bir də inşallah qurulayıb götürərəm geyinəndə. Da məktəbə gedəndə inşallah geyinər. Belə. Heç nə qızlar, bu vlogu yekunlaşdıram artıq. Sizləri sevirəm. Çox sağ olun mənim üçün narahat olmusunuz. Yazan çox olub ki, darıxırıq. Vlog paylaşın. Çalışacağım ki, aktiv olun. Bilirəm, söz verirəm hər dəfəsində sizi yanıldıram, amma bəzən olur da bəzi şeylərə görə adam həvəsdən düşür, gah belə, gah elə. Amma inşallah ki, çox maraqlı bir-iki dənə tədbirlərimiz var. Çalışacağım ki, o tədbirlərdə vlog paylaşım.